xatırlayaq, çünki biz bunları həmişə xatırlamalıyıq. Biz izah eləmişdik ki, ümumiyyətlə müxabirləşmə yazılanda, ikili yazılış yazılanda aktiv artanda debet, azalanda kredit. Aktiv artanda deyiləndə, yəni ambara mal girəndə, banka pul daxil olanda, uzun müddətli aktiv daxil olanda, e, yəni ondan sonra nə misal göstərə bilərik? E, Sub hesabımıza və yaxud da əlavə dəyər vergisi ödənişinə pul gələndə, yəni aktiv artanda nə deməkdirsə, aktiv gələndə debeti yazırıq. Yəni əgər aktiv artırsa debeti yazırıq. Əgər aktiv azalırsa, bankdan pulumuz çıxıbsa, əsas vəsait azalırsa, ambardan mal çıxırsa, bunu da kreditə yazılır. Passiv azalanda, passiv debetə yazırıq azalanda. Yəni passiv azalanda debetə yazırıq. Bax belə daha yadınızda qalsın. Yəni passiv nədir? Kreditordur, kapitaldır. Bax bunlar hamısı passivlərdir. Yəni zaten biz deyirik ki, passiv bərabərdir öhdəlik üstə gəl kapital. Yəni kapital da nizamnamə kapitalı gedə bilər, emissiya gedə bilər. Bunlar hamısı kapitaldır. Öhdəliyimiz azalanda nə ola bilər? Məsələn, işçilərin maaşını verəndə. Hesablananda yox, ha, əmək haqqısı hesablananda yox. Maaşın verəndə demək öhdəliyimiz azalır. Demək debeti yazırıq. İşçilərin maaşı hesablananda, yəni öhdəliyimiz artır. Şirkətin öhdəliyi işçilər qarşısında artır. Ambara mal alanda, nisye mal alanda, hansısa şirkətə borcumuz yananda kreditimiz artır. Yəni ambarımız artır, nəticəsində öhdəliyimiz artır. Demək ki, bu kreditə yazılır. Və aşağıda da yazmışam gəlir və xərc. Yəni gəlir azalanda debet, yəni gəlir azalmasına misal nə verə bilərik? Əlavə dəyər vergisi hansı gəlirdən azaldırıq? Bu əlavə dəyər vergisi yazılanda debetə yazılır. Gəlir artanda avtomatik olaraq mal satışı olanda, xidmət olanda bunlar da kreditə yazılır. Eyni şəkildə də xərclər. Xərc artanda debetə yazılır, xərc azalanda da kreditə yazılır. Xərcin azalmasında da çox az misallar göstərmək olur. Əsasən gəlirin azalması, malların qaytarılması ola bilər. Xərcin də azalması müxtəlif şeylər ola bilər. Çox azdır misal.